Ümumiyyətlə hər bir problemi öncədən bilərkən, dediyiniz kimi düzgün diaqnoz qoyularkən, onun müalicə prosesi daha asan olur, həm xəstə üçün, həm həkim üçün. Amma xəstə səhlənkarlıq edərsə, nə olar? Axırda məcburiyyət qarşısında gələndə burada hər tərəfli çətinlik olur. Həm həkim üçün, biri var, İlkin mərhələdə müdaxilə edəsiniz. Əməliyyatı belə olsun, əgər siz bildiniz ki, düyününüz var, əməliyyata göstəriş var, onları ilk mərhələdə əməliyyatın özü belə daha rahat olur. Həm həkim üçün, həm xəstə üçün. Və bir əsas məqam da var, çox vacib məqamdır, yəni bu həqiqətdir, maddi cəhətdən. Yəni, vaxtında sən müalicə etsən, İnsanlar düşünür ki, indi imkanım yoxdur, getməyim, biraz gözləyim. Amma inanın ki, o məcburiyyət qarşısında gələndə, məcbur o. Onun xərci də qat-qat artır və müalicə prosesi də qat-qat çətin olur. Bəli. Ona görə hər şey vaxtında.